Həmzəli kənd tam orta məktəbində yodun alınması və yod tribunasının hazırlanmasını əyani şəkildə göstərir. Mənə buyurun. İlk növbədə yod əlavə edir. Yodun 10% məhlulunu hazırlayırıq. Bildiyiniz kimi yod suda həll olunur, spirtdə yaxşı həll olur. Yod bərk maddə idi, gördüyünüz kimi. Üzərinə 100 ml spirt əlavə edirik və qarışdırırıq. Daha sonra kalium yodidin suda məhlulunu hazırlayırıq. 4% məhlulunu. Möhkəm qarışdırırıq. Və qarışığı, bərabər miqdarda eyni həcmdə olan qarışığı bir araya gətiririk. Kalium yodunun məhlulunu, yodun spirtdəki məhlulunun üzərinə əlavə edirik. Və qarışdırırıq. Uşaqlar, bu hazırlanan yod tribunasıdır. Tibbdə bundan geniş istifadə olunur. Bilirsiniz kimi, yod dəriyə qopduğu üçün tibbdə bundan çox istifadə olunur. Sağ olun. İkinci reaksiya isə dəmir 3 kloridin kalium yodidlə bu biraz vaxt aparır. Gəl müəllimənin yanına. Gətir müəllimənin yanına. Müəllimə. Bəs elə. Yarı qarşı. Uşaqlar, oraya diqqətlə baxın. Müxtəlifə lərzə saxlayın. Uşaqlar, diqqətlə baxın, ikisi də yoddur. Biraz mənimlə yuxarı qaldığında ikisi də tam görürsünüz. Birindən demək ki, yod məhlulu kimi istifadə edilir, yod tribunası deyilir. Çünki onun tərkibində spirtlə kalium yodid və demək yod qarışığı var. Biri isə dəmir 3 kloridin kalium yodidlə qarışığıdır. Orada yod ayrılıb demək həll olmuş şəkildədir. Ondan tibbdə istifadə olunur. Amma yodun alınmasını əyani şəkildə orada görmək olur ki, yodun bənövşə rəngi orada görüşür. Aydın oldu? Beləliklə, yodun alınmasını və yod tribunasının alınmasını Həmzəli kənd orta məktəbində əyani şəkildə göstərdik. Sağ olun.